Salam əziz izləyicilərimiz, gəlin termodinamikadan imtahanda istifadə oluna biləcək belə bir sualın izahına baxaq. 1 mol 1 atomlu ideal qaz izobar olaraq qızanda həcmi 4 dəfə artır. Qazın başlanğıc temperaturu 27 Selsi olarsa, genişlənmədən sonra daxili enerjini hesablayın. Qazın başlanğıc temperaturu bizə 27 Selsi dərəcə olaraq verilir. Selsi dərəcənin üzərinə 273 gəlməklə onu Kelvinə çevirirəm və başlanğıc temperaturumuz 300 Kelvin olaraq alınır. Biz diqqət eləməliyik ki, burada proses izobar prosesdir. İzobar prosesdə təzyiq sabit qalır və həcmlə temperatur düz mütənasib olaraq asılıdır. Baxın, həcmlə temperatur düz asılı olduğuna görə həcm 4 dəfə artdığı zaman temperatur da təbii ki 4 dəfə artmalıdır. İndi bizdə temperatur 300 Kelvin idi. Onda 4 dəfə artaraq 1200 Kelvin olacaq. İndi genişlənmədən sonraki temperaturun 1200 Kelvin olduğunu bilirik və gedib genişlənmədən sonraki daxili enerjini hesablayacaq. U bərabər 2-də 3 nu RT bizdə daxili enerjinin düsturudur. 2-də 3 vurulsun. Nu maddə miqdarı 1 mol olaraq verilir. R-i 8 verib, temperaturu isə 1200 Kelvin alındı. Onda bunda 1200-ə vuracaq. 8 ilə 2 getdi, burada qaldı 4. 3-ü 4-ə vurduq. 12, onu da 1200-ə vurduğumuz zaman 14400 joule edəcək. Cavabı kilojoule ilə ifadə ediblər və kilojoule ilə ifadə etmək üçün də bunu 1000-ə bölsək 14,4 kilojoule alınar. Deməli, sualın doğru cavabı B variantı olacaq. Sağ olun, gələn izahlarda görüşərik.